çətinlik var mömin üçün, ya üçü də, ya ən azı biri. O hansıdır? Ya evində bir adam ona əziyyət verəcək, evinin içində. Dəhşətdir də, qapını bağlamısan, oturmuşsan evdə, qaçacaq yerin yoxdur ki. Evin içində mütləq bilirsən, ər arvada, arvad ərə əziyyət verməlidir. Əziyyət verməlidir. Ya da övlad əziyyət verməlidir. Ya evin içində birdən olmadısa olur da olmur. Evdə rahatçılıqdır, onda qonşu əski olmayacaq, o əziyyət verəcək. Deyir ki, 10 il həyat yoldaşımla konflikt oldu, çox zülm elədi mənə. Axırda 10 ildən sonra başa düşdü, düzdür istəyirəm, mən indi mehribanıq, səhv eləmişəm də, ayıldı da 10 ildən sonra. Ayıldı, sevindim, indi oğlum başlayıb. Nə belədir, bu belədir, qaydası, qanunu belədir. Övlad başlayıb. Deyir, ya evində, ya qonşusunda birdən olmasa heç birində sevinmə. Nə çox yoldan keçən. Allah deyir, ya da yoldan keçən biri. O qədər adam var ki, yandığın yerdə gəlib sənə əziyyət verəcək. Bundan sonra deyir ki, mömin qaçsa, getsə bir dağın başına, prinsipə girmişəm də Allahla. Ailə yox, qonşu yox, yoldan keçəndə yox. Dağın başında Allah deyir, bir dənə şeytanı məbus eləyər, o necə eləyər, bilmirəm də. Qurban olduğumun yolları çoxdur. Onu məbus eləyər, o gələr əziyyət verər.